Zirə klubunun, Zirə fan klubunun azarkeşlərlə əlaqələndirici şəxsi Elgün Cəfərli mənimlə bağlantıdadır. Elgün bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir. Elgün bəy, ümumiyyətlə dünənki oyunla başlayaq istəyirsiniz. Oyundan əvvəl bir çox mütəxəssislər, jurnalistlər və azarkeşlər hətta belə qeyd edirlər ki, klublarımız arasında ən çətin rəqib məhz Zirəyə düşüb. Söhbət Torpedoda Kutaisidən gedir, Kutaisi təmsilçisindən. Çünki hazırda Gürcüstanda mövsüm gedir, komanda oynayır, yəni futbol oynamağa davam edir, daha belə hazırlıqlıdırlar. Üstəgəl Zirənin qısa müddət ərzində hazırlaşması, qısa müddət ərzində yeni futbolçuların kluba cəlb olunması, bu belə deyək də yenilənmələr baş verdi və digər məqamlar. Necə dəyərləndirirsiniz dünənki oyunu bu hadisələrdən sonra? Açığı Avrokuboklarda çıxış bizim üçün bir qədər gözlənici olmuşdu. Çünki artıq biz mövsümün sonunda tutduğumuz yer bizi Avrokubokdan kənar saxlayırdı və biz buna görə də mövsümə uyğun hazırlayırdıq. Biz Avrokuboku gözləmirdik və UEFA'nın verdiyi qərardan sonra artıq məlum oldu ki, Zirə Avrokubokuna çıxış edəcək. Yəni, baş məşqçimizin də bildirdiyi bu oyunu hazırlaşmağa vaxtımız çox az idi. Seleksiya etməyə, yeni futbolçularla anlaşmağa vaxtımız az idi və bu məqamlar oyunun əslində çətinləşdirən məqamlar idi ki, bu oyun öncəsi bizim üçün çətin məqamlar yaradırdı. Amma komanda özündə xarakter tapdı, komanda lazım olan nəticəni qazandı. Bəli, qeyd etdiyiniz kimi ən formada olan hazır rəqib əslində bizdə idi. Amma bütün bunlara baxmayaraq komandamız ilk oyun üçün əlverişli hesab olunan bir hesab qazandı. İnşallah ki, bunun davamı da cavab oyunda gələr və sevinən tərəf biz olarıq. Zirənin yay ərzində etdiyi transferlər, gələn futbolçular və gedən futbolçular, bu barədə nə deyə bilərsiniz? Razısınızmı ümumiyyətlə bu transfer siyasətindən? Açığı bu transfer siyasəti bir qədər məşqçi korpusunu daha çox qane etməsi olan bir məsələdir. Əslində biz dünən artıq bizim yeni transferimiz Vierinyanın müəyyən qədər fərq yaratdığını hiss etdik ilk oyundan. Adətən yeni futbolçular komandaya uyğunlaşırlar, vaxt keçdikcə öz potensiallarını ortaya qoymağa başlayırlar. Amma Vierinya ilk dəqiqələrdə komandamıza yaxşı uyğunlaşdığını, yaxşı futbol oynayacağını göstərdi. Bu da bizi sevindirən məqamlardandır. İnşallah ki, davam eləyər seleksiyalarımız və bu tip futbolçular, yəni komandamıza xeyir verici futbolçular qoşular komandaya. Azarkeşlərdən danışaq biraz. Çünki azarkeşlərlə birbaşa təmasda olan, ünsiyyətdə olan şəxsiz Zirə klubunda. Azarkeş dəstəyi necə idi dünən Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda? Bilirsiniz ki, bizim komandamızın ev oyunlarını keçirdiyi meydança UEFA'nın standartlarına hələ ki cavab vermədiyi üçün biz məcbur başqa stadionda oynası olduq. Baxmayaraq sağ olsunlar meydançaya yetəri qədər azarkeş gəlmişdi. Bilirik ki, Zirə Sumqayıt məsafəsi çox uzaqdır, amma bundan belə azarkeşlərimiz uzaq məsafəni qət edib, gəlib komanda dəstək olmuşdular. Nəinki fan klubumuz, Slavi azarkeşlərimiz də, adi kənd sakinlərimiz də həminki oyuna gəlib də dəstək olmuşdular. Sağ olsunlar. Fan klubumuz ümumiyyətlə 90 dəqiqə ərzində dayanmadı, daim komandaya dəstək oldu. Və azarkeş, komanda ruhu, futbolçuların vəhdəti ilə biz bu qələbəni qazandıq.